Siyaset nədir? Bir insanın anadan doğulduğu gündən məzara qədər başdan ayağa həyatı siyasətdir. Politik başqadır nədir qardaş? Sənin yaşayışın başdan ayağa ucdan tutma siyasətdir. Sən necə deyə bilərsən ki, politika başqa şeydir? Sənin özünün yaşayışın siyasətdir. Avropada yaşayırsan, yaşadığın Avropada bir ədalətli sistem görürsən. Bunun özü bir siyasətdir. Sən bu siyasətin içərisində yaşayırsan. Qutardı getdi, sən bu siyasətdən ayrılmərsən gözünü. Sən deyə bilmərsən siyasət mənlik deyil. Və kimlikdir yaxşı? Kimlikdir qardaş? Siyasət alçaqlar üçün, namussuzlar üçündür. Şərəfsizlər, oğraşlar üçündür. Hə? Yaxşı kişilər üçün deyil bu siyasət. Əgər belədirsə, o zaman Azərbaycanın mərd oğulları niyə biz İlham Əliyevə deyirik də, indi bəzilərinin məntiqi ilə yanaşsaq, İlham Əliyev siyasətçidir, siyasətdə mən qarışmıram. Niyə bəs Azərbaycanın mərd oğulları İlham Əliyevin siyasətinə qarışdı? Hı? Niyə getdi? Maraqlanmısınız heç? Harasından baxırsan bax, harasından hesablısan hesabla. İnsan anadan doğulduğu gündən məzara qədər həyatı ucdan tutma, başdan ayağa siyasətdir. Siz bunu nə vaxt dərk eləyəsiniz? Tarix yazan kişilər, bax Azərbaycanın tarixini oxuyusuzda vərəqləyirsiniz, xəbəriniz olanlar var. Qardaş, Azərbaycanın tarixində baxın nə kişilər olub. Bunlar hamısı siyasətə qarışıb da qardaş. Və onda niyə bunları dəstəkləyirsiniz yaxşı? Kişi siyasətə qarışmarsa, siyasət kişiyə layiq deyilsə, niyə siz onları dəstəkləyirsiniz? Və bunlar tarixi şəxsiyyətlər hamısı ki, nədir? Siyasətlə məşğul olub axı. Siyasət aparırlar, siyasətlə məşğul olurlar. Niyə dəstəkləyirsiniz? Bəs yaxşı, siyasətə qarışmayan adamlar nədən siyasətə qarışan tarixi kişilərimizi, tarixi şəxsiyyətlərimizi müdafiə edirsiniz? Niyə eləməyin də onu da? Axı, bəs siz siyasətə qarışmırdınız. Dostlar, millət olaraq bilməyərəkdən və ya bilərəkdən o qədər saxtakarıq ki, o qədər 200-lük ki millət olaraq. Valla, and olsun Allaha belədir. Bir çoxumuz bu gündəyik. Yeşil ki, kişilərdə mən siyasətə qarışmıram. Ay, niyə ay qardaş? Məndən artıq oğlansan sən. Şəhidin anasını yerdə sürür, deyir, mən siyasətə qarışmıram. Ölkəni batırırlar, məhv edirlər, deyir siyasət. Ben nəyə qarışsan, ay qardaş? Sən nəyə lazımsan? Kimə lazımsan? Sən ümumiyyətcə vətənlə, millətlə bağlı, ay Azərbaycan kişisi, ay Azərbaycan oğulları, qızları. Vətənlə, millətlə bağlı öz üzərinizdəki məsuliyyətin adı nədir? Siyasətə qarışmıram. Hə? Yəni, vətəndə zülüm, zillət baş alıb gedir, sənin səsin çıxmır. Niyə? Mən siyasətə qarışmıram. Yəni, məni öldürürlər, haqqıma girirlər, həyatımı məhv edirlər. Səni birliyə çağırıram, səsini çıxartmırsan, deyirsən, mən siyasətlə qarışmıram. Ben nəyə qarışsan, sən nəyə lazımsan sən? Hə? Allah səni yaradıb, ağıl verib. Ağıl olan adamın üzərində bir məsuliyyət olur. Başa düşün, bir sorumluluq sahibi olur. Sən nətər kişisən ki, bu sorumluluğu daşımırsan sən? Nətər olur ki bu? Hə? Gene de deyirəm, bax, siyasətə qarışmıram deyən millət, ki, tarixi kişiləri mübarizi niyə dəstəkləyirsiniz ki, dəstəkləməyin də. Mübarizin etdiyi əməl, o qəhrəmanlığı birbaşa siyasətdir. Gedin, araşdırın, analiz edin ağlınızdan. Görəsiniz ki, Mübariz İbrahimov, Allah rəhmət eləsin. Yaxınlarda da doğum günüydü. Yəni, Mübariz İbrahimov, qardaş, siyasətçiydi, siyasətə qarışmışdı. Sən niyə dəstəkləyirsiniz? Dəstəkləməyin də onu da. Və siz siyasətə qarışmırsınız, axı, nətər olur ki, siyasətə qarışanı dəstəkləyirsiniz, nətər olur ki? Hə? Yəni, Mübarizin o etdiyi əməl var, ha? O erməniyə qarşı tək başına. Postları bir-bir keçir, qırır, orada erməniləri öldürür, silahlarını mənimsir, gedir. O bir siyasətdir. Başa düşdünüz? Siyasət budur. Və siz niyə dəstəkləyirsiniz? Dəstəkləməyin də onu da. Bir millət olaraq özünüzə çəki düzən verin, ağlınızı işlədin. Bir şuurunuzu işlədin, bir yaşayışınızı tanıyın. Yalandan özümüzə boy puxum verir, yaşayışımı bilən oğlanım. Hansı yaşayışını bilirsən, ay qardaşım? Ay özünə yaxşı kişi, yaxşı oğlan deyən. Hansı yaşayışını? Sənin yaşayışının içində ədalətsizlik var, qanunsuzluq var, özbaşınalıq var. Sən bir kişi olaraq, bir yaxşı oğlan olaraq sənin haqqına giriblər. Bu var sənin yaşayışında. Sən nətər yaşayışını bilirsən ki, bunu bilmirsən sən? Anlamırsan, qardaşım. Hə? Məsələ bu deyil, qardaş. Özümüzə çəki düzən verməliyik. Belə qəşək-qəşək sözlərlə özümüzə boy puxum vermənin iş düzəlmir.
Reallıq başqa şeydir qardaşım. Həqiqət başqa şeydir. Bəli, azıdır deyirəm. Bəziləri qəbul eləmir, xoşuna gəlmir, olsun. Amma doğruları demək lazımdır. Kişi belə olmaz, yaxşı oğlan belə olmaz. Yaxşı oğlanın vətənində qanun olar, ədalət olar. Heyvanların, insanların, yaşlıların, uşaqların, qadınların, bitkilərin, təbiətin hüquqları qorunar. Yaxşı oğlanın vətənində vətəni belə olar. Bunun üstünə söz varmı söz deyəsiniz? Yoxdur. Məntiqlə fikirləşəndə yoxdur. Məsələ budur dostlar, qardaşlar, əziz insanlar. Özümüzü düzəltməliyik. Özümüzə yalandan belə bərbəzək verək, nə bilim, boy puxun verək, tərifə. Təriflə iş düzəlmir, qardaş. Kişi tərif üçün deyil, kişi mübarizə aparmalıdır. Kişi dirəniş göstərməlidir. Kişinin tərifə ehtiyacı olmamalıdır.